Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Rəşadətli ordumuz dərhal düşmənin təxribatlarına sərt cavab verib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Erməni ordusunun təxribatlarının qarşısını alarkən Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 9 hərbi qulluqçumuz şəhid olub. Vətən müharibəsində canlı fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Azərbaycan, əsirlərlə uğrunda qanlar tökülən qədim diyar, savaş meydanına çevrilən ana torpaq, düşmən tapdağına baş əyməyən yaralı vətənim, Vüsalın necə şirinmiş sənin, qovuşmaq üçün cənnət Qarabağına necə mərdliklə səfərbər oldu igidlərin. Ey qəhrəmanlar yurdu Azərbaycan, mənim elim, mənim canım, mənim qanım, gözümdəki atəş, içimdəki məğrurluqsan. Yaşa, polad biləkli, dəmir yumruqlu ordunla, zəfərinlə qürurlan Azərbaycan. Sənə zəfər yaraşır. Dövlətimizin başçısı tərəfindən qəbul edilmiş fərmanla qərara alınmışdır. 2020-ci il 28 sentyabr saat 00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin.
Cəbrayıl rayonu işğaldan azad olundu. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Allah'ım sen özün vətənimizi hər zülümdən, əzabdan qoru. Səngərdə vuruşan o igidlərimizi himayə et. Şəhid balalarımızın ruhunu şad et. Şəhid ailələrinə, xalqıma səbir ver ilahi pərverdigaran. Qələbə üçün ordumuza güc, qüvvət ver ya Rəbbim, ya Rəsulallah. Gələcək üçün ölkəmizdən əmin-amanlığı əski etmə. Balalarımız sülh içində böyüsün. Amin. Sənin də ruhun şad olsun bəy. Ana torpağın Cəbrayıl azaddır. Artıq nəvələrin baba yurdlarında sənin adını yaşadarlar. Yoluna bak, ezelden haktır. Hakkı güçsüz bilip gülmek günahtır. Gelecek cezanı çekmeyin vakti. Hesabı ahırda kesen millete. Üzme kabağıma çopurdaşları. Seslesem dikerek dağ kardeşlerim. İstesem tarifin bir de başlara. Ben durgun hayattan bezem millete. Çekil torpağımdan ey yağı düşman. Ben şeytanın ümidini üzen milletem. Dünyanı üstüme kaldırdım yeter. Dünyanın derdine dözen milletem. Çekil torpağımdan ey yağı düşman. Ben şeytanın ümidini üzen milletem. Dünyanı üstüme kaldırdım yeter. Dünyanın derdine dözen milletem. Bu dünyanın derdine dözen milletem. Tarih bize ay ayırıp odlar yurdu güzel vətən. Damarımda kanım coşur Azərbaycan kəlməsindən. Dairənin ölməz eşqi milyonların yodamında. Biz gedirik gələcəyə istiqlalın soranında. Yağı düşmən tarix boyu tor qurubdur millətimə. Əl atıbdır, göz dikibdir göydən gələn qüdrətimə. Min illərlə yanan ocaq hər rüzgara sönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Ağdam rayonu işğaldan azad olundu. Sen Qarabağın nuru gölüsən, sen obrağımın gülənüsən. Sen Qarabağın nuru
senin gayretin, dillerde gezir şanın şöhretin, güler gösterir senin gayretin. Ana vatanım, aldamım benim. Ana vatanım, aldamım benim. Her an seherin zafer soranın, gelir günlerin kızıl bayramı. Her an seherin zafer soranın, gelir günlerin kızıl bayraklı. Ana vatanım, aldamım benim. Ana vatanım, aldamım benim. Xocalım, qanayan yaram, bitməz dərdim. Bu necə bir əzabdır ki, illər sağaltmadı ürəyimdəki ağrını, zaman soyutmadı içimdəki qisas hissini. Unutmayacağıq, unutmadıq. Axı, necə unutmaq olar o anaların qucağındakı cansız körpələri ilə ahını, naləsini. Xocalım, bugün haqq günüdür. Bugün bu həsrət əbədi sonlanacaq. Sənin acın isə köksümüzdə əbədiyyətə qədər qalacaq.
Dağ başında bir gözəl varmış. Başında ağ örpəyi, sonsuz təravəti varmış. Tükənməz xəzinəsi varmış, pak havası, şəfalı bulaqları, ecazkar təbiəti kimi. Neçə övladı varmış dünyada parlayan. Qələmi qızıldan olan Xurşudbanu Natəvan, yaradıcılığı ilə hər dövrdə almaz tək işıq saçan dahi Üzeyir, səsi ilə muğamı könüllərə mirvari tək düzən ölməz xan kimi və daha neçə ləcəvahirat olan övladları. Bax, budur səltənət, budur irs. Bir də əsrlər boyunca üzərində saysız hesabsız gözlər varmış fürsət qovalayan. Başı bəlalı, vətən haraylı, büllur saraylı Şuşa, yanan qəlbimin əlacı, Qarabağın tacı Şuşa. Biraz gecikdik, amma gəldik, sarıl üç rəngli bayrağına, daha da gözəlləş, ey gözəllər gözəli, sevdanın əzəli Şuşa, biz gəldik. Şuşanın dağları, başı dumanlı, kırmızı kaftalı, yaşlı dumanlı, derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşk göz, bu ne tel, öllere derdinden onu bil, danışmasan derman bari gül. Ay kız bu ne aşk göz, bu ne tel, ölerim derdinden onu bil, danışmasan derman bari gül. Şuşada yaşanır yanar ulduzlar, onlardan güzeldir gelinler gözler. Yol üstüne dayanıp yarını gözler, yol üstüne dayanıp yarını gözler. Ay kız bu ne aşk göz, bu ne tel, ölere derdinden onu bil, danışmasan derman bari gül. Ay kız bu ne aşk göz, bu ne tel, ölere derdinden onu bil, danışmasan derman bari gül. Ay kız bu ne aşk göz, bu ne tel, ölere derdinden onu bil, danışmasan derman bari gül. Ay kız bu ne aşk göz, bu ne tel, ölere derdinden onu bil, danışmasan derman bari gül. Amanın. Şuşa şəhəri işğaldan azad olundu. Qalx ayağa, qoca tarix. Qalx ayağa, qarı düşmən. Min illərin o başından bu dünyanın türkü gəlir. Füzuli rayonu işğaldan azad olundu. Əllərində qılınc qalxan, dodağında türkü gəlir. Zəngilan rayonu işğaldan azad olundu. Ayağında dəmir çarıq, çiynində boz kürkü gəlir. Qubadlı rayonu işğaldan azad olundu. Qalx ayağa, haqsız dünya. Gözün haqqı görsün bir də. Bu zəfərin izi vardı sən gördüyün min illərdə.
Kəlbəcər rayonu işğaldan azad olundu. Gün batandan gün doğana, tappır tappır gedən atlar, gümbur gümbur gələn aylar, yadındamı qoca tarix? Laçın rayonu işğaldan azad olundu. Tanıdın mı qoca tarix? Sənin hər səhifənə qırmızı hərflərlə müjdələr yazan türkü. Xankəndi rayonu işğaldan azad olundu. Bayrağının eşqinə yağıya qan utduran, səhvləri pozan türkü. Xocavənd rayonu işğaldan azad olundu. Qovğalarda qalib olan, dinclikdə ozan türkü. Ağdərə rayonu işğaldan azad olundu. Nəyə baxırsan dostum? Şəhid general-mayor Polad Həşimov. Bu şəkil döyüşə gələndə özümlə götürdüyüm ilk şey idi. Əziz komandirim, bir hərbi qulluqçunun necə olması lazım olduğunu, əskərləri ilə necə davranması gərəkdiyinin bir nümunəsi idi. Özün də bilirsən ki, o ancaq hərb tarixindəki əməkləri və nailiyyətləri ilə yox, insani keyfiyyətləri və sadəliyi ilə də çox seçilirdi. Şükür ki, Prezidentimiz Ali Başkomandan İlham Əliyev və ordumuz sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı. De görüm, sən də könüllü qatılmışdın. Əlbəttə ki, dostum, mən də bir çoxları kimi könüllü qatılmışdım. Hələ mən iyul hadisələrində hərbi komissarlığın çıxardığı savaş əmrində məni də aparmaları üçün müraciət etmişdim. Yəni, elə məni də. Səngərdə şəhid olan ilk generalımız Polad Həşimov. Bura gətirən səbəblərdən biri idi. Ruhun şad olsun, cənab general. Uğrunda can verdiyin torpaqlar indi işğaldan azaddır. Qisasın alınmışdır. Polad Həşimov, milli qəhrəmanımız öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Onun qanı yerdə qalmamalı idi və qalmadı. Onun qisasını biz aldıq və döyüş meydanında aldıq və Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa olsun biz torpaqlarımızı azad etməliyik. Onu mənə xatırladın, bu torpağın hər qayışı. Onun adı şəhiddir, mənim adım şəhid qızı. Əsla ölməz şəhidlər, deyərdi mənim atam. Bəs indi
Şuşada bizimdi nidaları. Şəhidlər də, zəfər də, bu sevinç də, kədər də bizimkidir ana yurt. Biz kədərlə sevinci həmişə qoşa gördük. Əziz günümüzdə də verib baş-başa gördük. Sınmadı, əyilmədi. Çox şükür bu günü də gördük, ey vətən, gördük. İndi isə sözü veririk Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mametkanova. Geçirip koyuyorlar, ben kişine Kırgızca söyleyip koyuyorum. Barınar Kırgız dilini birinci uğatkanısar. Oşun için barımız Türk dilli bir tuğan elder biz. Oşun için men jay söylesem, sizler jarım sözümdü düşünet okşoysunlar.
Ошон үчүн мен кыргызча силерге алкыш куттуктоолорду айтып коеюн. Мынакей, бүгүн силер баарыңар чогулуп ушул жерде ушундай жакшынакай мааракени уюштуруп, жаш балдардын концертин көрүп отурабыз. Бул концерт ушундай жаш балдардын жашаган эмгегине чоң рахмат. Эң биринчиден баарыңарды силердин 5 жылдык жеңиш байрамыңар менен куттуктап коеюн. Ушу жеңишиңер мындан да бекемдесин, мындан да күчөсүн, мындан да жакшы зор жетишкендиктерге жеткиле. Мындан дагы биз бир тууган Азербайжан элге, мындан ары дагы бакыт таалай, мындан дагы даңыраган жол менен басып, жаңы жеңиштерге жеткенге аябай кубаттанып, жардам берип, ошого дагы жардам катары өзүбүздүн болгон ниетибизден, көңүлүбүз менен жардам берип, бири-бирибизди колдоп, мындан ары дагы бирге түрк тилдүү мамлекеттердин ортосундагы биримдигибизди мындан дагы чыңдатып, мындан дагы Илхам Гейдарович айткандай, биздин бир эле үй бүлөбүз бар. Түрк дүйнөсүнүн үй бүлөсү дегендей. Ошон үчүн баарыбыз түрк тилдүү мамлекеттер биримдигибиз мындан дагы күчөсүн. Ошон үчүн баарыңарды дагы бир ирет жеңиш майрамыңар менен куттуктап коеюн. Рахмат чоң. İndi ise sözü veririk İdeal Sülhün Təbliği Fondunun prezidenti Əhmədova Sevdaya. Bu günləri biz burada qələbəmizin 5 illiyini qeyd edirik. Bu möhtəşəm uşaqların çıxışı, səhərdən baxırıq, çox məni və baxırdım qonaqları da hamını çox təsirləndirdi. Çox möhtəşəm bir tədbirdir. 5 il bundan qabaq biz bu günləri həyəcanla gözləyirdik, həyəcanla qeyd edirdik. Bugünkü sevinç tamam başqa bir sevincdir. Ancaq 5 il bundan qabaq ki, o sevinci biz həm ağlayırdıq, həm gülürdük. O zaman bu uşaqlar körpə idi. Yəqin ki, o illəri o qədər də tam xatırlamasalar da, ancaq bugün bizə o sevinci yaşatdılar. Sizə hamınıza təşəkkür edirəm. Gülşən xanım, sizə təşəkkür edirəm dəvətinizə görə. Bütün müəllim kollektivinə, bu tədbiri təşkil edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Son olaraq sözü veririk 5N sinif şagirdi Müseyibov Camal'ın atası jurnalist Tural Müseyibliyə. Təşəkkür edirəm. Gülşən xanım, hörmətli qonaqlar, əziz uşaqlar, cənab səfir, xoş oldu sizi görmək. Biz, əziz dostlar, əziz uşaqlar, yəni biz hamımız təsirləndik və bizi yaşadığımız hisslərin qəribə bir anları oldu. Və mən bunu içimdə yaşadım, hamı da yaşayırdı. Gülşən xanımda da gördüm, sizdə də. Mən nəyə sevinirəm? Mənim 8-9 yaşım var idi. Biz erməni işğalının başlanma anını yaşayırdıq. Biz televizorda hər gün Azərbaycan torpaqlarının işğalını eşidirdik. Azərbaycan müstəqilliyi əldə edəndən sonra Xocalının faciəsini yaşayırdıq. Amma siz xoşbəxtsiz ona görə ki, siz zəfəri yaşayırsınız. Tək ki, bundan sonra bizim bütün həyat tərzimizdə və siz və sizdən sonra yetişəcək nəsil güclü Azərbaycanın uşaqları olsun. Necə ki, bugün biz buna nail olmuşuq. Cənab Prezidentin böyük xidməti var. İllər keçəcək, bunu bəlkə də tarixdə zamanla insanlar dərk eləyəcəklər ki, biz unutmuşduq ki, biz qələbə çala bilərik, yoxsa yox. İnandırım siz uşaqlar, siz çox xoşbəxt uşaqlarsınız və mən arzu edirəm ki, biz daha şəhid verməyək. Şahid olaq ən gözəl günlərimizə və biz ömrü boyu onlara borçluyuq və biz hər zaman fəxr eləyəcəyik ki, bizim bayrağımız hər yerdə dalğalanacaq. O sizin sayənizdədir və siz hər zaman güclü olmalısınız. Biliyinizlə, bacarığınızla, ordumuza, prezidentimizə, dövlətimizə, gələcəyimizə siz güc verəcəksiniz, təhsilinizlə. Və mən çox danışa bilərəm, amma hamınızı öpürəm uşaqlar. Sizin, bax, necə gözəl hazırlayıbsınız tədbiri. Mən televiziya işçisi olmuşam da ömrü boyu, media ilə məşğuluq. Necə gözəl oxuyurdular. Heç bir
səhv olmadı. Mən necə izlədim sizi. Bax orada alqışlayaq o uşaqlarımızı birinci. Necə gözəl ifa eləyirdilər və onların ifası həm də riqqətə gətirirdi qəlbləri. Balacalarımız, siz həmişə əlinizdə, siz və sizdən sonraki uşaqlar elə oyuncaq silah tutsunlar. Ehtiyac olmasın o bir silahlara. O rəqs eləyən qızlarımız, şeir deyən uşaqlar. Necə gözəl sinkronizasiya var idi və mən Xuraman xanım sizə təşəkkür eləmək istəyirəm. Bu xırda məsələ deyil. Balaca uşaqlarla, böyüyünlə bu cür idarə eləmək və mən Gülşən xanım sizə də minnətdaram. Məktəbin təqdimatıdır bu. Həm də bu böyük bir vətənpərvərlik ruhunun göstəricisidir, millilikdir, türkçülükdür və bu dövlətə xidmətdir bu özü də. Bunu formalaşdıra bilirsiniz. Zəfərimiz mübarək olsun. Təbrik eləyirəm Zəfər günü münasibəti ilə hamınızı. Çox sağ olun, minnətdaram sizə. Sağ olun. Əziz uşaqlar, mən sizlə fəxr eləyirəm. Həqiqətən də qürur hissi duyuram ki, bugün mənim bu cür vətənpərvər balalarım var. Tədbirdə iştirak etmək, o sarı simi oynatmaq, yalnız o hissləri yaşamaq deməkdir. Azərbaycan xalqı bir çox tarixi günləri qeyd edirik, amma bugünkü qürur hissi ilə keçirdiyimiz bayramlar heç vaxt olmayıb. Mən düşünürəm ki, bundan sonra daha da qüvvətlənəcək. Çünki Azərbaycan Respublikasının prezidenti Ali Başkomandan öz müzəffər ordusuyla Azərbaycan tarixinə qızıl hərflərlə yeni tarix yazdı. O tarix ki, 200 il ərzində hələ heç bir dövlət öz torpaqlarını qaytara bilməmişdi, bunu dünyaya göstərdi. Azərbaycanı bütün dünyaya tanıtdı. Azərbaycanın qürurunu tanıtdılar. Və illər keçəcək, mən düşünürəm ki, bugün bu sevinci bizə yaşadan müzəffər ordumuzun hər bir əskəri, ruhları şad olan şəhidlərimiz, qanından, canından keçən şəhidlərimiz də bu məktəb səhnələrində tərbiyə olunublar. Bu məktəb səhnələrində formalaşıblar. Və mənim də balalarım bir Azərbaycan dövlətinə, Azərbaycan xalqına sadiq bir vətəndaş kimi yetişəcəklər. İnanıram ki, bu torpağa, Azərbaycana, vətənə layiqli bir vətəndaşlar olacaqlar. Zəfər bayramınız mübarək. Bir daha hamınızı uşaqları öpürəm, bağrıma basıram. Xuraman xanım, sizə də tüm təşkilatçılara da təşəkkürümü bildirirəm. Çox sağ olun.